Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda 36 yaşlı şəxs bədbəxt hadisə nəticəsində həyatını itirir. Məlumata görə, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı baba evlilikə Mahir oğlu vəfat edib. Allah rəhmət eləsin, əzizlərinin yaxınlarına səbir diləyirik. Uzun illər Masallı rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərmiş həkim nevropatoloq Sadıqov Mirsəlim Ayazoğlu dünyasını dəyişib. Xəbər verilir ki, o dünən səhər saatlarında vəfat edib. Mərhum Türkova kənd qəbirstanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Mirsəlim Sadıqov Masallı rayon icra hakimiyyəti başçısı aparatının ərazi təşkilat məsələləri sektorunun müdürü Ağazahid Sadıqovun qardaşıdır. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik.